აი ეს არის სირცხვილი და მარაზმი. Günlərdir Gürcüstanın gündəmini zəbt edən, tərkibində insan sağlamlığına təhlükə yaradan maddələr aşkarlanan süd məhsulları Marniuli mağazalarında endirimlə satılır. Hətta bəzi mağazalarda birini alana birini hədiyyə kampaniyası ilə təklif olunur. Qeyd edək ki, Vimbildan Gürcüstan şirkətinə bu məhsulların satışdan çıxarılması tapşırılsa da, mağazalarda satış hələ də davam edir. Martın 28-də Milli Qida Agentliyinin müfəttişləri Vimbildan Gürcüstan şirkətinin süd məhsullarına dövlət nəzarəti həyata keçirib. Yoxlama nəticəsində Soplis nobati süd nümunələrində aflatoksin aşkarlanıb. Agentlik tərəfindən götürülən nümunələr laboratoriyaya göndərilib və tədqiqatlar nəticəsində xərçəng və qaraciyər sirrozuna səbəb olan insan sağlamlığı üçün təhlükəli aflatoksin M1 maddəsi müəyyən edilib. Milli Qida Agentliyi istehlakçılara bu süddən istifadə etməməyə çağırır. Soplis Nobati şirkətinin yaydığı bəyanata görə südün bir hissəsi Azərbaycandan idxal edilirmiş. Bundan əlavə şirkət süd təminatının əksər hissəsini Gürcüstandakı ən böyük süd ferması olan Xvarlis Baqadan əldə edilmiş. Məlum olub ki, bu fermada inəklərə Avropa İttifaqında qadağa olunmuş toyuq ifrazatı yedizdirilir. Xvarlis Baqanın südü isə Sante, Soplis Nobati və Agrohub şirkətləri tərəfindən alınır. Qeyd edək ki, aflatoksin kif göbələkləri tərəfindən yaranır. Aflatoksin B1 ilə çirklənmiş qida heyvan orqanizminə daxil olur. Daha sonra südə keçir və insan sağlamlığı üçün təhlükəli M1 aflatoksinlə çevrilir. Bildirək ki, Vimbildan şirkətinin 100%lik sahibi Moskvada qeydiyyatdan keçmiş Vimbildan Rusiya şirkətidir.